Salam hər kəsə. Abituriyent imtahanlarına çox az bir müddət qalıb, abituriyentlər və valideynlər narahatdır. Abituriyentlər yazırlar ki, müəllim, bəlkə yeni bir qrupunuz ola, biz ora qoşulaq. Təəssüf ki, mən onlayn abituriyent hazırlığı keçmirəm və bacardığım qədər də video izahlarla onlara dəstək olmağa, kömək olmağa çalışıram. Və bu gün bu videoda imtahana nələr düşə bilər, onlar haqqında danışacağam və sırf həmin mövzuları təkrarlamağı onlara məsləhət görəcəyim. Və təbii ki, qısa bir müddət qalıb, abituriyentlər bilmirlər hardan, necə təkrar eləsinlər və imtahana az qaldıqca insanlar elə düşünür ki, bildikləri get-gedə azalır. Və birinci növbədə mən burada biraz qeyd aparmışam ki, nələr düşmə ehtimalı var. Yəni ehtimallar daha çoxdur. Birinci növbədə türk dünyasına mütləq diqqət yetirin. Həmişə türk dünyasından bağlı suallar düşür. Geniş bir mövzudur əslində, amma çox da dərindən düşmür. Birinci ölkələr haqqında ümumi anlayışımız olmalıdır. Sonra qurumlar haqqında. Qurumlarda da burada diqqət yetirməlisiniz. Hansı qurum, hansı regiona aiddir. Bunları yadda saxlayacaqsınız və hansı türk xalqları hansı dil yarım qruplarına, yəni dil qollarına aiddir. Bunları yadda saxlayarsınız, bunları təkrar edin mütləq şəkildə. Sonra siz təkrar etməlisiniz dünyanın kənd təsərrüfatı. Dünyanın kənd təsərrüfatı ilə bağlı mütləq şəkildə sual düşür. Şəkər qamışı, kətan, şəkər çuğunduru, cud. Bunlar axırda hardan təkrarlamaq lazımdır, o haqda da məlumat verəcəm. Amma yadınızda saxlayın ki, mütləq dünyanın kənd təsərrüfatı, yəni qısa mövzudur, geniş mövzu deyil. Bir sualı da oradan götürə bilərsiniz. Deməli, bir sual türk dünyası, bir sual kənd təsərrüfatı, dünyanın kənd təsərrüfatı ilə bağlı yadda saxlayırıq. Sonra torpaqlar mövzusunu təkrarlayacaqsınız. Bu Azərbaycan torpaqlarına da aiddir. Həmçinin dünyanın torpaqları. Dünyanın torpaqlarını təkrar edərkən mütləq şəkildə iqlim, təbii zona və torpaqlar müvafiq olaraq yadda saxlayın. Yenə deyirəm, bu da geniş təkrar etməyə ehtiyac yoxdur. Qısa olaraq təkrar etsəz kifayət edir. Azərbaycanın torpaqlarını isə dağ və düzən torpaqlarına bölün. Dağ torpaqlar hansılardır, düzən torpaqlar hansılardır və hansı ərazilərdə yayılıb onları mütləq şəkildə yadda saxlayın. Və yadda saxlayın ki, nə həmin bu torpaqlarda dəmiyə əkinçiliyi mi inkişaf edir, yoxsa suvarma əkinçiliyi mi inkişaf edir? Həmçində hansı təsərrüfat sahələri inkişaf etdirmək olar, onlara diqqət yetirin. Faydalı qazıntılar, mütləq şəkildə bir sual Azərbaycan faydalı qazıntılar, bir sual dünyanın faydalı qazıntılar. Qeyd etdiyim bu mövzular kompleks suallar içərisində də ola bilər. Yəni uyğunluq, doğru fikirlər, yanlış fikirlərdə də ola bilər, cədvəldə də ola bilər və s. Yəni müxtəlif formada ola bilər, amma mütləq şəkildə olacaq. Azərbaycanın və kənd təsərrüfatı dünyanın təsərrüfatını təkrar edirik. Eti biraz çətin mövzudur, başa düşülməsi biraz, yəni abituriyentlərə çətin gəlir. Amma təkrar etmək lazımdır, ondan da düşmə ehtimalı çoxdur. Sonra diqqət yetirməliyik məsələlərə. Məsələdə günəş şüalarının düşmə bucağı məsələsinə xüsusi fikir verin. Saat qurşağı məsələsinə diqqət yetirin, təkrar edin. Sonra havanın doyma həddi məsələsini təkrar edin atmosfer bölməsində. Sonra atmosfer təzyiqi və temperaturla bağlı məsələlərə diqqət yetirin. Horizontallarla bağlı məsələ düşə bilər. Ya horizontallarla bağlı sadə məsələ düşür, ya da təzyiqlə, temperaturla bir yerdə biraz mürəkkəbləşdirir. Bunları yadda saxlayarsınız. Coğrafi koordinatlar məsələsi də düşə bilər. Yəni bu məsələlərdən hamısı eyni anda düşməz. Bir neçə, yəni 2 və ya 3 məsələ düşə bilər, çox düşə bilməz. Amma ümumilikdə ən çox düşən məsələlər bunlardır. Eyni zamanda duzluq məsələsinə də toxunarsınız, diqqət yetirərsiniz. Çay məsələlərinə də baxarsınız. Xüsusən çayın su sərfi, çayın meylliliyi ən çox düşür. Ora baxarsınız. Bir də əhali məsələsi ən çox düşən məsələ nümunələrindəndir. Diqqət yetirərsiniz. Bir də həmişə düşür Azərbaycanın geoloji quruluşu. Hansı ərazilərdə mezozoy, yəni Trias Yura təbaşir, harda paleogen, neogen, antropogen, harda ən qədim süxurlar yayılıb, onlara diqqət yetirin. Sonra yay-qış gün dönümündə nələr baş verir, qış gün dönümündə nələr baş verir, ona diqqət yetirirsiniz. Bir sualda ölkələrlə bağlı düşür, o artıq biraz ümumi biliş tələb edir.
Sonra Azərbaycan Respublikasının əhalisi ilə bağlı bir sual düşür mütləq şəkildə, ona diqqət yetirərsiniz. Azərbaycanın iqtisadi rayonları ilə bağlı bir sual düşür. Bir və ya bir neçə sual düşə bilər və Azərbaycanın fiziki coğrafi rayonları ilə bağlı mütləq sual düşür. Ora diqqət yetirərsiniz. Sonra düşə bilər iqlimlə bağlı mütləq sual düşür. İqlim diaqramı daha çox düşür və iqlim diaqramları içərisində ən çox düşən Aralıq dəniz iqlimidir. Subekvatorial iqlimdir, mülayim dənizdir, bir də quru tropikin iqlimdir. Onlara diqqət yetirərsiniz. İsti okean, soyuq okean cərəyanları mövzusuna diqqət yetirərsiniz. Azərbaycanın relyefinə diqqət yetirin. Azərbaycanda yəni dağların mütləq hündürlüyünə diqqət yetirin. Əsas dağların onlar sizə kömək edəcək. Ən çox düşən mövzulardandır. Bir də Azərbaycanın iqlimi də mütləq düşür və çox ehtimal ki, başqa düşən dünyanın və Azərbaycanın çaylarına diqqət yetirərsiniz. Dünyanın çaylarını da əsasən diqqət edin. Mənbəyi haradır, mənsəbi haradır, hansı dəniz, hansı körfəz, hansı işıqlanma qurşağında yerləşir. Azərbaycanda isə Kürün qoludur, yoxsa Arazın qoludur, ora diqqət yetirin və mənbəyi haradır, mənsəbi haradır, ora diqqət yetirin və qidalanmasında nə üstünlük təşkil edir, ona diqqət yetirin. Bu mövzulara diqqət yetirsək, inşallah yaxşı nəticə əldə edə bilərik. Çünki bunlar qeyd etdiklərim içərisində elə mövzular var ki, çox qısa mövzudur. Onları bilməklə, yəni həmin mövzu ilə bağlı düşən sualı mütləq şəkildə yaza bilərik. Və biz təbii ki, qısa bir müddətdir bu qədər mövzunu necə təkrarlayaq, hardan təkrarlayaq? Xəritə sxem toplusu abituriyentlər üçün mükəmməl vəsaitdir. Bunu istifadə edən tanışlarınız varsa soruşa bilərsiniz. Yəni bizim tərəfləməyimiz doğru çıxmaz, amma sırf təhrif məqsədilə yox. Yəni keçən istifadə edən və bu il hətta yüzlərlə abituriyentin istifadə etdiyi bir vəsaitdir və qısa müddət ərzində təkrarlamaq üçün çox əla şəraitdir demək olar ki, şərait yaradılıb burada. Hər şeyi qısa bir müddət ərzində litosfer bölməsini, vulkanları, dağların hündürlüyü, dağların yeri, xəritəni öyrənmək istəyən üçün ən əlverişlidir. Azərbaycanın dağlarının hündürlüyü, Azərbaycanın geoloji quruluşu, Azərbaycanın faydalı qazıntıları, dünyanın iqlimi, Azərbaycanın iqlimi. Qeyd etdik ki, bunlar 100% düşən mövzulardır. Bax, hamısını burada çaylar, göllər, boğazlar, dənizlər, körfəzlər, biosfer, litosfer, hər şey demək olar ki, burada öz əksini tapıb qısa müddət ərzində təkrarlamaq üçün ən yaxşı vəsaitdir. Amma ümumi oxumaq üçünsə təbii ki, digər vəsaitlər mövcuddur. Güvən vəsaitinin adını çəkə bilərik və yaxud da ümumi sinif dərsliklərini çəkə bilərik. Həm də ki, indi hazırlığa getdiyiniz hər bir müəllim demək olar ki, özündən konspektlər hazırlayır, öz konspektləri var. Onlarla da təkrarlamaq olar. Amma qısa təkrar üçün bu çox əladır. Hər birinizə uğurlar arzu edirəm.